Baharın gəlişi, təbiətin oyanması, torpağın canlanması həm də elimizə, obamıza Novruz bayramının gəlişinin göstəricisidir. Elə məhz bu səbəbdən də paytaxtın bir sıra küçə və prospektlərində, parklarında şəhərimizin qonaqlarının və sakinlərinin zövqünə oxşamaq məqsədi ilə Novruz atributları quraşdırılıb. Azneft meydanında milli rəmzlərimizdən olan armudu stəkan və nəlbəki, Qız Qalasının qarşısında yer alan Səməni, Nərimanov rayonunda yerləşən istirahət parkında üzəri milli naxışlarla bəzədilən yumurta maketləri. Bütün bunlar paytaxtın Novruz bayramına hazırlaşdığından xəbər verir. Bayram rəmzlərini və personajlarını isə ən çox sevən təbii ki balacalardır. Şəhərin belə bəzədilməsi həm yerli, həm də əcnəbi turistlərin marağına səbəb olur. Hələlik ətraf ərazilərdə başlayan proses paytaxtın mərkəzində müxtəlif tədbirlərlə davam edəcək. Biz ilk dəfədir belə şey görürük. Biz Rusiyadan gəlmişik deyim, bizlərdə hələ şey yoxdur da. Adaq çox həvəslidir, qəşəng görsənir. Yəni, uşaq üçün daha qəşəkdir. Dəstən çıxıb gəlmişik, çox yorğun idik. Elə gəldik, buranın abu-havası çox qəşəkdir. Həm də ki, yaşıl rəng də yaraşır bizim şəhərimizə. Şəhərimizi çox qəşəng bəzəyiblər. Rastıma çox çıxır. Səməni görürəm, yumurta görürəm. Çox qəşəng görünür. Bu günlərdə havanın mülayim keçməsi də bayram abu-havalı mənzərədən yararlanmaq üçün bir fürsətə çevrilib. Şəkil çəkdirən kim, əylənən kim, təmiz havada dincələn kim. Novruz atributları burada səməni qoyulub, bir də yumurta. Elə bilirəm, biraz da artırsalar lap yaxşı olar. Amma yenə də şükür. Təbii çox xoşuma gəldi. Şəhər həmişə kimi yaşıllıqlardır. Mən bacımın qardaşını da gətirməyi düşünürəm. Hara çıxsaq Novruz abu-havası var. Quraşdırılan bu Novruzun rəmzləri xüsusi mühafizə olunur. Hətta bunun üçün dekorların qoyulduğu ərazilərdə nəzarətçilər fəaliyyətə başlayıb. Həmçinin istirahət parklarında yazın gəlişi ilə əlaqədar mütəmadi təmizlik, abadlıq işləri də görülür. Aydan Əliyeva, Emin Tağıyev, Çinarə Vaqif, TV Səhər.